Qur'anın Rəhman surəsində buyurulur: Ey cin və insan tayfası, tezliklə sizinlə məşğul olacağıq. Əllamə Təbətəbai Əl-Meyzan təfsirində qeyd edirdi ki, Allahın məşğul olması insanın dilinə uyğun bir ifadədir. Yəni Allahın zatında dəyişmə və ya işdən boşalıb başqa bir işə keçmə yoxdur. İnsan və cin artıq məsuliyyət və hesab mərhələsinə daxil edilir və bütün başqa örtüklər aradan qalxır. İnsan və cinə yönəlmə ifadəsi əslində iki şuurlu varlığın eyni həqiqət qarşısında dayanmasını bildirir. İnsan harada olursa olsun Allahın elmi və qüdrəti xaricində deyil. Şəhid Mürtəza Mütəhərri deyir ki, bu cür ayələr insanın təkəbbürünü sındırmaq üçündür. Çünki insan bəzən elə bilir ki, məsuliyyətsiz yaşamaq mümkündür. Lakin Qur'an deyir ki, varlıq sistemi məsuliyyətsiz deyil, hər şey hesab içindədir. Əllamə Qazi deyirdi ki, bu ayə qəflətin bitməsi anını izah edir. Yəni insanın özünü azad sandığı bütün sahələr əslində ona verilmiş bir sınaqdır və bir gün həmin sınaqların nəticəsi tam üzə çıxacaq. Ey cin və insan topluluğu, əgər göylərin və yerin hüdudlarından çıxa bilirsinizsə çıxın. Ancaq bir qüdrətlə çıxa bilərsiniz. Ayətullah Cavad Amuli izah edirdi ki, burada söhbət fiziki kosmosdan qaçmaqdan getmir. Ayənin batini mənası budur ki, heç bir ruh ilahi hakimiyyət dairəsindən çıxa bilməz. Çünki insanın varlığının özü Allaha bağlıdır. İrfanda deyirlər ki, insan günah edəndə belə Allahın varlıq verdiyi sahənin içində günah edir. Yəni insan Allahdan qaça bilmir, yalnız Allahdan üst çevirir. O gün nə insandan, nə də cindən günahı barədə soruşulmaz. Əllamə Təbətəbai bu ayənin təfsirində qeyd edirdi ki, bəzi mərhələdə artıq soruşmağa ehtiyac qalmır. Çünki insanın həqiqəti üzündən oxunur. Ayənin davamında qeyd olunur ki, günahkarlar simalarından tanınar. Ayətullah Həsənzadə Amuli deyirdi ki, insanın əsl sifəti ruhudur. Üz isə dünyəvi pərdədir. Qiyamətdə də həmin ruh görünəcək. Bu səbəbdən Qur'an üzlər ağarar, üzlər qaralar deyir. İrfanda cinlər barədə qeyd olunur ki, onlar görünməyən, lakin şuurlu bir varlıq növüdür. Əllamə Təbətəbai deyirdi ki, cinlərin varlığı insanın maddi aləmlə məhdud olmadığını göstərir. Yəni kainat yalnız görünən dünyadan ibarət deyil, başqa idrac qatları da var. Onların da öz həyat və cəmiyyət forması, həmçinin imtahan sistemi var. Lakin bu sistem insan aləmi kimi maddi deyil. Ayətullah Cavad Amuli izah edirdi ki, insan və cin eyni mükəlləfiyyət xəttində dayanır. Fərq yalnız yaradılış formasındadır. İnsan torpaqdan, cin isə alovdan yaradılıb. Cinlərin bir qrupu Qur'anı eşidib iman gətirir, bir qrupu isə inkar edir. Şəhid Mürtəza Mütəhərriyə görə iman yalnız insana aid deyil. Çünki məsuliyyət yalnız insan növü ilə məhdudlaşmır. Şuurlu varlığın olduğu hər yerdə seçim və nəticə var. Ayətullah Cavad Amuli izah edirdi ki, cinlərin varlığı görünməyən aləmin, aləmül qeybin nümunəsidir. Aləmül qeyb insanın his orqanlarının kənarında olan varlıq səviyyəsidir. Cinlər də bu aləmin sakinləridir. Amma insan kimi maddi həyat strukturuna tam bənzər həyatları olduğu açıq detallar deyilmir. Qur'anda cinlərin qiyamətdə cavabı da var. Cinlər də insanlar kimi sorğu-sual olunacaqlar. Bu onların məsuliyyət daşıdığını göstərir. Qur'anda buyurulur, o qeyb və şahid aləmini biləndir. Əllamə Təbətəbai deyirdi ki, insan idraki yalnız şahid, yəni görünən aləmlə məhdud deyil. Amma dünyada o hiss orqanları ilə bağlı olduğu üçün qeyb aləmini birbaşa görə bilmir. Cinlər də bu qeyb aləminin bir hissəsidir. Amma onlar da tam qeybi bilən deyil. Onlar da məhdud varlıqlardır. Bərzəx aləmi haqqında Qur'an buyurur, ölümlə qiyamət arasında bir maneə var. Ayətullah Həsənzadə Amuli izah edirdi ki, bərzəx həm insanın, həm də cinlərin dünya ilə axirət arasında keçdiyi varlıq mərhələsidir. Burada maddi dünya qanunları dəyişir və daha incə idrac forması aktiv olur. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, insanın problemi varlıq qatlarının olmaması deyil, insanın idrakının məhdud olmasıdır. Qur'anda sənə yalnız az bilik verilmişdir ayəsi də insanın idrakının məhdud olduğunu göstərir. Ayətullah Həsənzadə Amuli deyirdi ki, insan qeyb aləminə aid məsələlərdə həddini bilməlidir. Qur'an cin varlığını təsdiqləyir, amma insanın vəsvəsə və qorxularını metafizik sistemə həddindən artıq yükləməsi insanı xurafata aparır. Əsas yol nəfsin təmizlənməsidir. Çünki insan zəifləyəndə hər şeyi xarici güc kimi görməyə başlayır.